Ümumiyyətlə imamlığın inkarı, Əhl-i Beytin inkarı bu təzə son anlarda çıxan bir məsələ deyil. Və yaxud da 1400 il əvvəldən ortaya çıxan bir məsələ deyil. Necə ki 1400 əvvəldən imaməti inkar edirdilər, imamlığın var olmasını inkar edirdilər, mənsumiyyəti inkar edirdilər. Bu son dövrdə ki bunu da inkar edirlər, bu son dövrün məsələsi deyil. Ya da bu 1400 ilin məsələsi deyil. Yaxşı, bəs bu hansı dövrün məsələsidir? Bu tam insanlar hələ yaradılmamışdan əvvəl, Həzrət Adəm Peyğəmbər xəlq olunandan bu məsələ hələ də davam edir. O dönəmdən davam edir. Necə davam edir? Quran-ı Kərimdə Allah buyurur ki, Fəsəcədəl mələikətü kulluhum əcməun. Deyir, mən mələklərə əmr elədim ki, Adəmə səcdə eləyin. Allah bunu buyurandan sonra bütün mələklərin hamısı Adəmə səcdə eləyir. Hər biri, kulluhum, bütün mələklərin hamısı, müqərrəb, bütün mələklərin hamısı Adəmə səcdə eləyir. Ayənin davamına diqqət eləyin. Yalnız təkəbbürlük göstərən kimdən başqa? İblisdən başqa. İndi Allah burada iblislə öz arasında diyaloqa girir, söhbət eləməyə başlayır. Buyurur ki, qalə ya iblisu, ey iblis, sənə mənim öz əlimlə, yəni qüdrətimlə səcdə yaratdığıma səcdə etməyə nə mane oldu? Mən ki, öz qüdrətimlə xəlq etmişəm Adəmi, mələklərin hamısı ki ona səcdə edir. Yaxşı, sənin ona səcdə etməyə nə mane oldu? Sual verir Allah iblisə. Əstəkbərtə, təkəbbürü göstərdin, yoxsa əmkunta minəl alin, özvü alilərdən hesab edirsən, özvü alilərlə bir yerdə tutursan. İndi sual çıxır burada ortaya. Əmri verən Allahdır, istəyən Allahdır. Allah da heç vaxt özünə cəm çəkilici qoşmur. Yəni bu cür bir mövzu daxilində. Səcdə olunan Adəmdir ki, əmr olunur, Adəmə səcdə eləyin. Səcdə edənlər mələklərdir, çünki ayədə cəm şəkilci işlənir. Kulluhum, bütün mələklərin hamısıdır. Səcdə etməyən iblisdir. Yaxşı, burada alilər kimdir? Bəzi əhl-i sünnə qardaşlarımızın alimləri nəql edir ki, burada alilərdə məqsəd müqərrəb mələklərdir. Yaxşı, əgər müqərrəb mələklərdirsə, Allah niyə mələklər qismində cəm şəkilci işlədir? Bu birinci sual. İkinci məsələdə aydın olur ki, burada müqərrəb mələklər deyil, bütün mələklərin hamısıdır. Çünki başqa bir məxluq da yoxdur yer üzərində. Yer üzərində Adəmdir. Xəlq olunanlar arasında mələklərdir və iblisdir və Allahın özüdür. Başqa bir məxluq yoxdur ki, ona əmr olunsun və yaxud da həmən məxluq alilərdən hesab olunsun. Yaxşı. Burada yaxşı alilər kimdir? Bir nəfər gəldi İmam Sadiqa sual verdi ki, yəni Rasulullah dedi, bəli. Dedi, həmən ayədə ki, Allah buyurur, minəl aliyin, özü alilərdən hesab edirsən, iblisə ki buyurur, dedi ki, bəli. Dedi, orada alilər kimdir? İmam Sadiq çox gözəl bir cavab verir, deyir, nəhnu əhləl beyt. Deyir, həmən alilər biz əhl-i beytük.